Bir daha salam, biz davam edirik. Güvən Test Bankının Arximed qüvvəsi test izahları ikinci hissə videomuza hal-hazırda Arximed qüvvəsi C variantı 15-ci suala baxırıq. Sualımızda deyilir, suda batmış 12 kiloqram kütləli cismin sudakı çəkisi ona təsir edən Arximed qüvvəsindən 2 dəfə çoxdur. Bu cismə təsir edən Arximed qüvvəsini hesablayın. Bizdən Arximed qüvvəsini soruşur. Deməli, 12 kiloqram kütləli cisimdirsə, bu cismin havadakı çəkisi 120 newtondur. Mayedə çəki düsturunu bilirik ki, P minus F Arximeddir. Buradan Arximed qüvvəsini tapsaq, Arximed qüvvəsi bərabərdir P minus, daha doğrusu P0 minus P bərabərdir. P0 120, P'nin də yerinə 2 F'a qoysam, burada F Arximed, deməli 3 F Arximed 120-yə bərabərdirsə, bir dənə F Arximed 40 newtona bərabərdir. Bizdən də Arximed qüvvəsinin qiymətini soruşduğu üçün 15-ci sualda düzgün cavab olmalıdır 40. 16-cı sual. Sualımızda deyilir, həcmi 2 kub metr olan ağac V cisim bərabərdir 2, suda üzür. Bu ağaca təsir edən Arximed qüvvəsini hesablayın. Deməli, biz demişdik ki, üzür sözü varsa Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Mən baxıram ki, ağacın həm sıxlığını verib, həm həcmini verib. Deməli, mən ağacın kütləsini tapa bilərəm. Hansı ki, rho V düsturundan 1600 kiloqram. Yaxşı, 1600 kiloqramdırsa bu cismin deməli, kütləsi, deməli, ağırlıq qüvvəsi həm də Arximed qüvvəsinə bərabərdir. Bu isə 16 kilonewtondur. Kilonewton. Yəni, düzgün cavab olmalıdır 16. 16-cı sualda cavab da elə 16-dır. 17. İpə bağlanmış bir cins cisim maye daxilində tarazılıqdadır. F Arximed bərabərdir 3T olarsa, mayenin sıxlığının cismin sıxlığına nisbətini hesablayın. Deməli, biz maye daxilində aşağıdan bağlanan cisimlər üçün belə düstur yazırdıq. Yazırdıq ki, yadımıza gəlirsə, T bərabərdir F Arximed minus mg-yə. Buradan biz T'nin yerinə F Arximed bölünsün 3 yazsaq, deməli yazıram F Arximed bölünsün 3 bərabərdir F Arximed minus mg. Yəni mg bərabərdir 3-də 2 F Arximed. İndi Arximed qüvvəsini mən bayaqki testlərdə də yazmışam. Ötən videomuzdakı testlərdə bir daha yazıram. Rho maye V cisim J'ni, baxın, bu V cismi belə açıram. Rho maye vurulsun. İndi V cismi açıram. M cisim bölünsün rho cisim. J də öz yerində. Baxın, M cisimdən J. Elə P0'ı verirmi? Yəni mg'dir da bu. Cismin havada çəkisidir. Yazıram rho maye bölünsün rho cisim vurulsun mg. Və bu şəkildə. Arximed qüvvəsini biz bu şəkildə də yaza bilərik. İndi yazıram mg bərabərdir 3-də 2. F Arximedi də yazdığım kimi yazıram rho maye bölünsün rho cisim vurulsun mg. Mg'lər ixtisar gedir. Bizdən nəyi soruşur? Mayenin sıxlığının cismin sıxlığına olan və bu nisbəti soruşur. Rho maye bölünsün rho cisim. Bircə dəqiqə bunu belə eləyim ki, rahat oxunsun burada nə yazmışamsa. Və belədir bu ifadələr. İndi rho maye bölü rho cisim nəyə bərabər olur? 3 bölünsün 2, yəni 1,5'ə. Düzgün cavab 17-ci sualda olmalıdır 1,5. Keçək 18-ə. 18-ci sualda nə deyir? Deyir ki, deməli, iki müxtəlif mayedə tarazlıqda olan eyni bir cismin vəziyyətləri təsvir edilmişdir. Mayələrin sıxlıqları və cismə təsir edən Arximed qüvvələri arasında hansı münasibət var? Cisim eyni bir cisimdir, amma maye fərqlidir. Mən baxıram ki, birinci halda rho cismin sıxlığı rho mayenin sıxlığından kiçikdir ki, rho maye 1'in yazıram. Rho maye 1'in. Kiçikdir ki,
Cisim gəlib mayenin səthində dayanıbdır. Amma ikinci mayəyə baxsam, cismin sıxlığı maye sıxlığına bərabər imiş ki, bu maye daxilində üzür ona görə. İndi baxıram, rho maye 1 cismin sıxlığından böyükdür. Amma rho maye 2 cismin sıxlığına bərabərdir. Deməli, rho 1 rho 2-dən böyükdür. Üçüncü düzdür. Arximed qüvvələri üçün əgər eyni bir cisimdən söhbət gedirsə və tarazılıqdadırsa cisim, hansı mayeyə salırıqsa salaq, tarazılıqdadırsa Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Eyni bir cisimdir. Fərz eləyək ki, 10 Newton ağırlığında cisimdir. Burada da 10 Newtondur, burada da 10 Newtondur. Arximed qüvvəsi burada da 10'dur, burada da 10'dur. Çünki üzür, tarazılıqda sözündən üzür sözü eyni sözdür. Yəni düzgün cavab olmalıdır 18-ci sualda 3 və 5. 19. Hansı ifadələr doğrudur? Sıxlığı 400 olan cisim suda üzür. Bu cismi sudan çıxarıb kerosinə salsaq. İndi baxaq burada. Əvvəlcə yazıram. Rho cisim 400'dür. Rho su 1000'dir. Rho kerosin 800'dür. Yəni hal-hazırda gördüyüm odur ki, cismin sıxlığı həm suyun sıxlığından kiçikdir, həm kerosinin sıxlığından kiçikdir. Birinci bənddə deyir ki, cismə təsir edən Arximed qüvvəsi artar. Deməli, sudan çıxarıb kerosinə salsam, cismə deyir təsir edən Arximed qüvvəsi artar. Biz bayaq dedik ki, əgər söhbət eyni bir cisimdən gedirsə, hansı mayeyə salırıqsa salaq, cismə təsir edən Arximed qüvvəsi dəyişmir. Üçüncü variant düzdür burada. Sonra cismin mayeyə batan hissəsinin deyir həcmi artar. Cismin sudan çıxarıb kerosinə saldıqda mayeyə batan hissəsinin həcmi artmalıdır. Cismin mayeyə batan hissəsinin həcmi kerosinə salanda daha çoxdur. Niyə görə? Çünki axı suyun sıxlığı kerosinin sıxlığından böyükdür. Mayenin sıxlığı kiçildikcə deməli, cisim daha çox batır. Bunu da bir daha yazıram. Nəyə əsasən deyirik? Rho cisim bölünsün rho maye bərabərdir. V batan bölünsün V cismə görə. Yəni cismin sıxlığının mayenin sıxlığına nisbəti nə qədər çoxdursa, batan hissənin həcmi də bir o qədər çoxdur deməkdir. Ona görə də mən baxıram ki, bu rho cisim bölü rho maye nisbətin çox olması üçün rho maye kiçik olmalıdır. Kiçik olanda kerosindir. Ona görə 4-cü variantda düzdür. 3 və 4. Növbəti sualımız 20-ci sualdır. Sualda deyilir ki, uyğunluğu müəyyən edin. Eyni həcmli sıxlıqları bu şəkildə olan 3 cisim şəkildəki kimi tarazılıqdadır. İndi mən burada birinci, ikinci, üçüncü üçün uyğun variantlar yazmalıyam. Əvvəlcə yazıram ki, 1'ə uyğun gələnlər hansılardır? Ümumiyyətlə 1, 2, 3 belə yazaq. Variantları uyğunlaşdırıb qoyaq, hansına düz gəlirsə. A variantında deyir ki, cismə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyükdür. Bu halda cisim batmalıdır. Batan hansıdır? 3'dür. Deməli, A-nı gətirib mən qoymalıyam 3'ə. B variantında deyir ki, cismə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsindən kiçikdir. Yəni Arximed daha böyükdürsə, bu o deməkdir ki, Arximed böyük olanda cisim, deməli, belə deyək ki, suyun səthinə çıxmaq istəyir. Səthinə çıxmaq istəyən bu iplə bağlanandır. Hansı ki, bağlanıb görürsünüz, ip tamamilə gərilibdir və dümdüz dayanıb. Yəni, o ipi kəssəm, Arximed qüvvəsi böyükdür ki, o qalxıb suyun səthinə çıxar. Ona görə də hal-hazırda birinci cisimdə ağırlıq qüvvəsi Arximed qüvvəsindən kiçikdir. B variantını 1'ə qoyuram. B variantını 1'ə. C variantına baxıram. C-də deyir ki, cisimə təsir edən ağırlıq Arximedə bərabərdir. Bəli, hal-hazırda bərabərdir. Çünki mayenin səthində üzür. Ona görə də 2'yə C yazıram. D-də nə deyir? D-də cismin kütləsi onun sıxışdırıb çıxardığı mayenin kütləsinə bərabərdir. Yenə də bu üzən cisimlərə aiddir. Cismin kütləsi onun sıxışdırıb çıxardığı mayenin kütləsinə bərabərdirsə, bu D-ni də gətirib qoymalıyam 2'yə. Y variantında deyir ki, cismin kütləsi onun sıxışdırıb çıxardığı mayenin kütləsindən çoxdur. Bəli, çünki bu cisim mayedə batıbdır. Baxın, Y variantı da 3'ə uyğun gəlir. Düzgün cavab olmalıdır 1'ə B, 2'yə C-Y, 3'ə isə A.
21-ci sual. Bu bircə dəqiqə. Bunu geri qaytarım. Hə, 1-ə yazmışam B, 2-yə C-dir, 3-ə də A-Y. A-Y, bəli, düzdür. 21-ci sual. 21-də deyilir ki, mayedə tarazlıqda olan 3 müxtəlif cismin mayedəki vəziyyətlərinə əsasən uyğunluğu müəyyən edin. Yenə də yazmalıyam 1, 2, 3. Bir-bir variantları oxuyaq, hansı hara uyğun gəlir yazaq. A variantında nə deyir? Cismin sıxlığı mayenin sıxlığından çoxdur. Nə halda çox olur? Maye batanda olur. Batan hansıdır? 3. A-nı gətirib qoyuram 3-ə. B-də deyir ki, cismin sıxlığı mayenin sıxlığından azdır. Bu, səthdə dayanmalıdır. Səthdə dayanan 1-dir. B-ni gətirib qoyuram 1-ə. C-də deyir ki, cismin sıxlığı mayenin sıxlığına bərabər. Bu, daxildə üzəndə olur. C-ni qoyuram 2-yə. D-də deyir ki, cismin kütləsi onu sıxışdırıb çıxartdığı mayenin kütləsindən çoxdur. Bayaq da qeyd elədik ki, bu batan cisimlərə aiddir. Batan cisimlərdə o üçüncüdür. D variantını da qoyuram. Y variantı cismin kütləsi onun sıxışdırıb çıxardığı mayenin kütləsindən azdır. Belə bir hal yoxdur burada. Mayenin kütləsindən, cismin kütləsi onun sıxışdırıb çıxardığı mayenin kütləsindən azdır. Çünki diqqət eləsəm görürəm ki, bir cismi də yarıdan çoxu batıbdır. 2 tamamilə suyun içindədir, 3 də tamamilə suyun içindədir. Və birin də yarıdan çoxu batıbdır suya. Ona görə də sıxışdırıb çıxardığı mayenin kütləsinə az deyil. Y variantı uyğun gəlmir. Növbəti, hidravlik pres, mayenin və ya qazın boruda hərəkəti, Bernoulli qanunu. A variantı 1-ci sual. 1-ci sualda deyilir ki, maye axınının kəsilməzlik tənliyi hansıdır? Axının kəsilməzlik tənliyi, maye axının sürətinin borunun enkəsindən tərs mütənasib asılı olmasıdır. Bu, düzgün cavab Y variantında verilibdir. 2-ci sual. Hidravlik maşın üçün Pascal qanununa əsasən alınan riyazi ifadə hansıdır? Deməli, Pascal qanununa əsasən deyirsə, Pascal qanununa əsasən hidravlik maşın üçün bunu belə deyə bilərik. Hidravlik maşında en kəsik sahəsi kiçik olan hissədə qüvvə kiçik, böyük olan hissədə qüvvə böyükdür. Yəni, axı, bütün istiqamətlərdə, maye və qazlarda, təzyiq bütün istiqamətlərdə bərabər ötürüldüyü üçün P bərabərdir F bölünsün S ifadəsində F-in S ilə düz mütənasib olmasını göstərməlidir. Düzgün cavab C variantı. 3-cü. Hidravlik presin porşenlərinə təsir edən qüvvələr 5 Newton və 20 Newtonluq görülən işlər nisbəti. Hidravlik pres özü də deməli, sadə mexanizm olduğu üçün heç bir sadə mexanizm işdə qazanc vermədiyi üçün görülən iş nisbətləri həmişə birə bərabərdir. Bu, hansı sadə mexanizm olmasından asılı deyil, hamısında belədir. Düzgün cavab Y variantı. 4-cü. Hidravlik presin porşenləri 0,2 və 0,4 sürətlə hərəkət edirsə, bu hidravlik pres qüvvədə neçə dəfə qazanc verir? Qüvvədə qazancı mən N hərfi ilə işarə eləsəm, qüvvədə qazanc deməli V2 böl V1 şəklində yaza bilərəm. Böyüyün kiçiyə nisbəti. Məsələn, 4 bölünsün 0,2 40 böl 2 deməkdir. Yəni 20 dəfə qazanc verir. Düzgün cavab Y variantı. Bunu enkəsik sahələrinə yaxud təsir edən qüvvələrə baxıb da demək olar. Kəsilməz maye axan boruda enkəsiyin sahəsi 4 olan hissədə mayenin axın sürəti 6-dır. Bu mayenin 3 metr/saniyə sürətlə axdığı hissədə borunun enkəsik sahəsi nə qədərdir? Bir qayda olaraq mən belə eləyirəm, sizə də tövsiyə edirəm ki, bu cür yazasınız. Sürətin böyük, baxıram ki 3 daha kiçikdir da, böyük sürəti V2 yazıram. V2 bərabərdir 6, V1 bərabərdir 3. İndi baxıram 6 V2-dir, V2 uyğun gələn enkəsik sahəsi S2 yazıram, bərabərdir 4 kvadrat santimetrdirsə, bizdən S1-i soruşur. Yazıram S1 böl S2 bərabərdir V2 böl V1. Maye axınının kəsilməzliyi tənliyidir. Buradan S1-i necə taparam? S1 bərabərdir S2 vur V2 bölünsün V1. S2 nə idi? 4. V2 nədir? 6. V1 nədir? 3. 4 dəfə 2, 8. Düzgün cavab 5-ci sualda B bəndi. 6.
Qərarlaşmış axın zamanı üfüqi borunun geniş hissəsindən en kəsinin sahəsi 4 dəfə kiçik olan dar hissəyə keçəndə suyun axın sürəti necə dəyişir? Görürəm ki, kiçik olan hissəyə keçirsə axın sürəti böyüməlidir. Neçə dəfə? Elə 4 dəfə. 4 dəfə artar. Düzgün cavab B bəndi. 7-ci sual. Hidravlik presdə kiçik porşenə F1 bərabərdir 100, böyük porşenə 500 Newton qüvvə təsir edir. Porşenlərin yer dəyişmələri nisbətini hesablayın deyir. Yer dəyişmələri nisbətinə baxsaq, biz H2 bölünsün H1-ə belə yaza bilərik. H2 böl H1 bərabərdir F1 böl F2. Yəni böyük qüvvə en kəsik sahəsi böyük olduğu üçün daha kiçik H deməkdir. Amma S kiçik olanda H böyük olur. Çünki V sabit qalmalıdır ona görə. SH hasili dəyişməməsi üçün ona görə bunu belə yaza bilərəm. İndi F1 nədir? 100. F2 nədir? 500. Nisbət nə elədi? 5-də 1. Düzgün cavab A variantı. Növbəti 8-ci sual. Tarazlıq halında olan hidravlik presdə porşenlərin sahələri nisbəti 5-dir. Porşenlərə təsir edən qüvvələrin F1 böl F2-dir. Bayaq yazmışdıq F1 böl F2 nədir? S1 böl S2-yə. S1-in S2-yə nisbəti 1 böl 5 olduğu üçün düzgün cavab 0,2 olmalıdır 8-ci sualda. 9-cu sual hidravlik maşında sahəsi 30 olan kiçik porşeni 12 cm aşağı hərəkət etdirdikdə sahəsi 180 olan böyük porşen neçə santimetr yuxarı qalxar? S-lərlə H-ların nisbətini deyir burada. Yəni yazıram S1 bərabərdir 30, H1 bərabərdir 12, S2 bərabərdir 180, H2 bərabərdir sual. F-lərlə H-lar tərs olduğu üçün S-lərlə H-lar da tərsdir. Yəni H2 böl H1-ə. Bu da bərabərdir. Yox, alınır yazaq. Bərabərdir yox. H2-ni tapaq. H1 S1 böl S2. H1 S1. H1 S1 nə elədi? 360. S2 180. Nisbət 2. Düzgün cavab 9-cu sualda olmalıdır ki. Bu bölmənin testləri bitdi. Keçdik B variantı testlərinə. B variantı 1-ci sual. Baxırıq B variantı. 1-ci sual. Hidravlik maşında böyük porşenin sahəsi S2 bərabərdir 300. Kiçik porşenin sahəsi S1 bərabərdir 10. Kiçik porşenə təsir edən F1, yəni 50 təsir etməklə bu mexanizm ilə hansı kütləli yükü qaldırmaq olar? İndi baxıram ki, F2 nəyə bərabər olmalıdır? Bax, bu mənə maraqlıdır. Yazıram F1 bölünsün F2 bərabərdir S1 bölünsün S2. Buradan F2-ni tapsam, F1 S2 bölünsün S1. F1 50, S2 300, S1-də 10. Bu elədi, deməli, 1500 Newton. 1500 Newton neçə kiloqram kütləli cismin ağırlıq qüvvəsidir? 150 kiloqram. Növbəti sual, ikinci suala baxırıq. Sualda deyilir, hidravlik presin porşenlərinin diametrləri uyğun olaraq 2 və 12-dir. Burada qeyd edeyim ki, porşenin sahəsi pi d kvadratı böl 4 ya da ki yazırdıq pi r kvadratı olduğuna görə s r-in kvadratı ilə mütənasibdir. Mən bunu s-lərlə yazacağım. S1 bərabərdir 4 yazım, S2 bərabərdir 144. Belə mütənasibliyi belə qoyuram. Deyir ki, hidravlik pres qüvvədə neçə dəfə qazanc verir? S2 bölünsün S1 qədər. Yəni 144-ü 4-ə böləndə 36 dəfə qazanc verir. Düzgün cavab E variantı. Növbəti sualımız, deməli, 3-cü sual. Sualda deyilir, kiçik porşenin sahəsi böyük porşenin sahəsindən 60% kiçik olan, yəni S1 kiçik porşen S-dirsə, S2
Yox, daha doğrusu gəlin belə yazaq bunu. Deyək ki, kiçik porşen sahəsi böyük porşen sahəsinə 60% kiçikdir. Yazıram, böyük porşeni yazım. S2 bərabərdir S, S1 bərabərdir. Bundan 60% kiçik. 60% kiçik olanda S-dən 0,6-ını çıxıram, yəni 0,4 S qalır. Hidravlik pres qüvvədə neçə dəfə qazanc verir? S bölünsün 0,4 S qədər, yəni 10/4. Bu da 2,5. Düzgün cavab 3-cü sualda C bəndi. 4-cü sual. Sualda deyilir N kəsiyinin sahəsi 200 olan boruda su 2 metr/saniyə sürətlə axır. 6 dəqiqə ərzində borunun N kəsiyindən keçən suyun həcmini hesablayın. Bunu belə təsəvvür eləyək ki, bu borudur məsələn. Bu borudur. İndi baxın, suyun həcmi necə ölçülür? Suyun həcmi, tutaq ki, burada bu qədər su var. Bu suyun həcmi mən necə ölçərəm? Görürəm ki, bu su hansı məsafəyə qədər gəlibdirsə, bu L məsafəsi, bir də bu N kəsik sahəsi S. Bu S-i bu L-ə vuraram, bu mənə həcmi verir. S 200 kvadrat santimetrdir, bunu veribdir. L-i necə taparam? L bərabərdir VT-dən, yəni 2 vurulsun, 6 dəqiqə də 360 saniyədir. Elə bunu belə saxlayayım, ixtisar getsin, sonra daha rahat olar. Həcm yazıram, V bərabərdir S, amma bunu kvadrat metrə keçirəm. 2 vurulsun 10 üstü 2 vurulsun kvadrat santimetr 10 üstü -4. Bu nə elədir? Baxın, bu yazılış. Bu nə elədir? S-dir bu. Yəni yazıram, V bərabərdir 2 vur 10 üstü -2 vurulsun indi L. 2 vur 360. Əslində ixtisar gedən bir şey olmadı. Əksinə hasil oldu. Nəysə. Deməli, 144 vurulsun 10 üstü -1. 14,4. Düzgün cavab 4-cü sualda A bəndi. 5-ci sual. Üfüqi qoyulmuş borunun geniş hissəsində axan suyun sürəti V-dir. Borunun radiusu 3 dəfə az olan dar hissəsində. İndi mən yazıram. 3 dəfə az olan dar hissə. Deyək ki, dar hissəni mən S yazdım. O da geniş hissə 3 dəfə, dar hissə 3 dəfə azdırsa, geniş hissə 3 dəfə çoxdur. Amma radiusu. Radius 3 dəfə çoxdursa, sahə 9 dəfə çoxdur. Bayaq yazmışdıq ona görə. PR kvadratı S, PR kvadratıdır. Yəni S, R'in kvadratı ilə mütənasibdir. Yazıram 9S. Onda belə nəticəyə gəlirəm ki, dar hissədə də suyun sürəti 9 dəfə böyük olmalıdır. Yəni, düzgün cavab 5-ci sualda C bəndi. Bu, may axınının kəsilməzliyi qanununa əsasən yazılmış ifadədir. Qərarlaşmış axın zamanı müəyyən müddət ərzində borunun istənilən N kəsiyindən keçən mayenin həcminin onun axın sürətindən asılılıq qrafiki hansıdır? Həcm axın sürətindən asılı deyil. Çünki sürət böyük olanda N kəsik sahəsi orada kiçikdir. Ona görə SL hasili bütün hissələrdə bərabərdir. Düzgün cavab C variantı. 7-ci sual. Qərarlaşmış axın zamanı mayenin axın sürətinin borunun radiusundan asılılıq qrafiki. Axın sürəti N kəsik sahəsi ilə tərsdir. N kəsik sahəsi ilə tərs olduğu üçün radiusla da tərsdir. Ona görə A variantı yazmalıyam. Mayenin dinamik təzyiqinin onun axın sürətindən asılı qrafiki. Mayenin dinamik təzyiqi biz belə yazırdıq. Deməli, bir var statik təzyiq, bir də var dinamik təzyiq. Dinamik təzyiq rho V kvadratı bölü 3 şəklində yazırdıq. Yəni kvadratik asılıdır. Düzgün cavab D variantı. 9-cu sual. Hidravlik maşında böyük porşenin sahəsi bura 200-dür. Kiçik porşenin sahəsi bura 50-dir. Kiçik porşenin üzərindəki yükün çəkisi 10 kiloqram. Yəni, bunu mən belə yazıram. F1 bərabərdir 100 Newton. Olarsa M2 nə qədərdir? Onda F2-ni tapmalıyam. Deməli, düz mütənasibdir da S-lərlə F-lər. Baxıram ki, 50-dən 200-ə keçəndə 4 dəfə artırmışamsa, 100-dən F2-yə keçəndə də 4 dəfə artırmalıyam, 400 eləməliyəm. 400 Newton hansı ağırlıqda cismin ağırlıq qüvvəsidir? Təbii ki, 40 kiloqramlıq cismin. Düzgün cavab Y variantı. 10-cu sual. Hidravlik presdə KLM nöqtələrində hidrostatik təzyiqlər arasındakı münasibətlərdən hansı doğrudur? KLM nöqtələrinin hər birindən özündən yuxarıda olan maye hündürlüyü eyni olduğu üçün, baxın, bu hissədə də, o ki qaldı elə,
Paskal qanununa görə maye və qazlarda edilən təzyiq dəyişmədən bütün istiqamətlərə bərabər ötürülür. Ona görə L-də də bərabərdir. Hər biri bir-birinə bərabərdir. Düzgün cavab C variantı. 11-ci sual. 11. Sualda deyilir, qərarlaşmış axın zamanı borunun en kəsiklərindəki suyun sürətləri arasında hansı münasibət var? Burada baxıram ki, ən kiçik radius diametr D2-də olduğu üçün ən böyük axın sürəti V2-dədir. Deməli, ən böyük V1 oldu, ən böyük diametr 1 olduğu üçün burada 1-i böyük yazıb, ən kiçik sürətdə 1-dir. Ona görə düzgün cavab Y variantı olmalıdır. 12. Hidravlik maşında sahəsi 20 kvadrat santimetr olan kiçik porşen, yəni bura. Daha doğrusu bunu oxunan göstərməyim, bu da bizi çaşdıra bilər. Bura 20-dir sahəsi, üzərindəki cismin kütləsi 6 kiloqramdır, yəni ağırlıq qüvvəsi 60 newtondur. Tarazlı kalında sahəsi 100 olan böyük porşenin, bura 100-dür. Üzərindəki cismin kütləsi nə qədərdir? Yenə də kütlələrlə en kəsiklər düz asılıdır. Mən görürəm ki, 20-dən 100-ə keçəndə 5 dəfə artırmışamsa, 60-ı da 5 dəfə artırmalıyam, eləməlidir. Deməli, 300. Daha doğrusu 60-ı yox, 6-nı. Mən niyə 60 yazmışam? 6-nı. Yəni 30 eləməlidir. Burada düzgün cavab 12-ci sualda 30. 13-cü sual, hidravlik maşında sahəsi 30 olan porşenə təsir edən qüvvə 5-dir. Tarazlı kalında sahəsi 15 olan porşenə təsir edən qüvvə nə qədərdir? Yenə də yazıram 30-a, baxın uyğun gələn 5-dirsə, burada kvadrat desimetrdir. Gəlin onu kvadrat santimetrə çevirək. Ya da bunu belə yazaq da, 30 kvadrat santimetri yazıram. 3 vur 10 üstü mənfi 3. 15 kvadrat desimetri də belə yazıram. 15 vur 10 üstü mənfi 2. İndi yazıram 3 vur 10 üstü mənfi 3. Kvadrat metrə keçdim ikisindən də. 5 newton uyğun gəlirsə, 15 vurulsun 10 üstü mənfi 2-yə nə qədər uyğun gələr? Bu nə qədəri tapanda 15 vur 10 üstü mənfi 2 vurulsun 5 bölünsün 3 vur 10 üstü mənfi 3. O da nə elədi? 25 yanında 1 250. 13-cü sualda düzgün cavab olmalıdır 250. 14-cü sual. 14. 14-cü sualda nə deyir? Hidravlik presin iş prinsipi hansı qanunlara əsaslanır? Hidravlik pres Paskal qanununa əsaslanır, birləşmiş qablar qanununa əsaslanır və işlərin bərabərliyi buna mexanikanın qızıl qaydası da deyə bilərik. Buna deyə bilərik 1, 3, 5. 15-ci sual və bölməmizin sonuncu sualı. Sualda deyilir, uyğunluğu müəyyən edin. Qərarlaşmış axın zamanı bir cins maye borunun bir hissəsindən iki hissəsinə keçdikdə. İndi mən baxıram. Tam təzyiq A necə dəyişər? Tam təzyiq dəyişmir. Çünki statik və dinamik təzyiqlərin cəmidir tam təzyiq. Statik artanda dinamik azalır və yaxud əksinə. Ona görə dəyişməzi qoyuram 3-ə. İkinci B variantında deyir ki, statik təzyiq. Statik təzyiq necə dəyişər? Bu, statik təzyiq azalır, çünki dinamik artır 2-yə keçəndə. Ona görə B-ni qoydum 2-yə. C variantı, dinamik təzyiq bu artır. Bunu qeyd elədik, 1-ə qoydum. D variantında deyir ki, maye axın sürət artır. Yəni C, D 1-ə. Vahid zamanda borudan keçən mayenin həcmi, bu dəyişmir həcm. Elə maye axınının kəsilməzlik qanunu, yəni burada başlanğıc şərtimiz həcmin sabit qalmasıdır. Düzgün cavab bu şəkildə.